Ne olsun? Ay, ne olsun? Gelirse biri. Uşaqlar 1 yaşına hazıra gedirlər. Ben getməyəcəm ki. Telepatiya nədir? Telepatiya. Bax, dəstə danışmışdıq o barədə. Telepatiya, yəni məsələn, mənlə ünsiyyət qurursan, amma beynimizlə danışırıq da biz sənlə. Bir-birimizin düşüncəsini bilirik, sənlə əlaqə qurub ünsiyyət qururuq, amma bu neysə mümkün deyil. Telepatiya qura bilmək gücünü olsa, Şeyin müəllimi. Bax, premium sualdır, ən gözəl premium suallardandır. Ver mənə. Şeyin müəllimi. Deyir ki. Telepatiya qura bilmək gücün olsa idi, hansı müəllimin beynini oxumağı seçərdin? Telepatiya bildirsə, yəni əslində istənilən insanın beynini danışmadan, yəni ünsiyyət qura bilirsən, beynində oxuya bilirsən. Hansı müəllimin? Seçim haqqı yoxdur, bax görürsən, istənilənizdə müəllim seçin. Nuridə müəllimin. Ənəs Nuridə müəllim. Buradan Nuridə müəllimə salam olsun. Həccə müəllim. Mən də müəllim. Nuridə müəllim. Yox, bir dənə sizin. Dəqiq mənim. Əli müəllimi oxuyardım, cavablar tapardım. Basim müəllim. Məncə Əli müəllim cavab verir. Basim müəllim desəydim bu yeri olardı, çünki təkmilləşdirməyə gücüm var. Sən o deməksən oxuyursan. O beyninə canlandırmır kəmin vaxtı. Ondan sonra həmin cavablar əzbərləyib kəmin vaxtı canlandırmır beynində. Deyir ki bu kötürdür. Kreativ cavablar. O neynir ki? Kreativ Murad abi. Həqiqətən İndi mənimdir. İndi mənimdir. Onun ki İbrahimdir də, yoxdur. İbrahim yoxdur, 13. Voleybol oynayırıq. Verin atırım bəlkə yazayım. 18. Elşad müəllim nə beynini oxuya bilərdi? Elşad müəllim beynini oxuyursan, bədən Oynamayacaq. tərbiyə müəllimin beynini oxuyursan. Murad yüksək oxuyursan. Dərs oxum. Hayda qıymıyım. Müəllim buyurun. Dərsdə oxum. Bir sohbet oxuyamam dedi. Uçan maşının olsa, dəniz altında sürətli gedə bilən bir maşının olsun istəyərdin. Yox, elə demir Murad. İstəyərdin uçan maşını. Uçan maşın. Uçan maşın deyir ki sualda yəni. İstəyərdin. Uçan maşının yoxsa dəniz altında sürətli gedə bilən bir maşının olsun istəyərdin. Uçan maşın. Uçan maşın samolyot kimi demək. İstədiyimiz yerə gedə bilərik. Afərin, alqışlayaq. Muradika. Bax mənasib, üçüncə belə idi. Mən də nə deyə bilərəm ki, Tuncayın hissəsi. Çox məşhur. Çox məşhur müğənni yoxsa çox məşhur elm adamı olmaq istəyir. Deyir ki, çox məşhur müğənni yoxsa elm adamı. Müğənni dedi. Tuncay sualında deyirdi ki, çox məşhur müğənni yoxsa çox məşhur elm adamı olmaq istəyirdi. Tuncay məşhur müğənni olmaq istədi. Alqışlayaq. Mənim elm adamı yoxsa bilmirlər ki. Elmin oxuması. Tarixdəki bir hadisəni dəyişdirə bilsəydin, böyük bir müharibələrin qarşısını ala bilməyi, yoxsa iz qoyan yeni bir texnologiya icra etməyi istəyərdin? İz qoyan yeni bir texnologiya. Müharibə olmasa bir soru. Mən olsaydım müharibəni olmamaq. İnşallah. Yüksək oxuyur. Atan oynayaq da bəlli. Rəsim. Yüksək səslə. Rəsim. Sual ver, səslə oxuyur. Deyir ki, hər hansı bir incəsənət sahəsində istedadın olsaydı, rəsm yoxsa musiqini seçərdin? Rəsim. Nəyi seçərdin sən? Musiqini. Ömər də rəsm seçərdi. Alqışlayaq. Bravo Ömər. İstedad üçün Kənan sırası gəldi. Baxma. Bax, mənim premium seçdim.
Keçiyə baxın bir də. Gəlmədi, ay Allah şükür. Bir hafta eminim gəldi. Aha. İşıqsız yoxsa susuz bir gün keçirlər seçərdi. Susuz. Susuz. Işıksız, ışıksız. Işıksız. Işıksız. Telefonun dalında bir şey olsun. Işıksız. Işıq olmasa Wi-Fi-siz nətər yolasın? Fərəsk oynayırıq. Ben yenirəm valla yemeğe ışık. Sənə çox məşqlədir orada. Işık. Az qalmışsın adamda. Sən ayın axırısan. Dünyanın en şanslı adamı. Bize çok geldi. Heyvan. Həmişə mən 20-dən aşağı olmuşam da. Həmişə mən 3-5 olmuşam. İndi də yuxarı olmuşam. Heyvanların dilini bilməyi sevirəm. Alqışlayaq Sərdanı. Sən götür. Ben hepsi 9 olmuş. 20. Premium qaldı. Bir dənə premium qaldı. Işınlanma yoksa telepatiya gücüne sahip olmak. Işınlanma. Çok asan bir şey. Işınlanın mən baxım. Telepatiya. Sahil. Ötürün sahilə bunu. Işınlanma soygun edebilirsin ya. Soygun. Özün səs bax. Banka soygun edebilirsin ışınlanma. Direkt. Topsuz. Banka silah. Annem, internetten öğreneceğim ben. PDF cüzdan bakacağım. PDF cüzdan bakacağım. Sən seçin sahil. 2 nəfəriniz qaldı. Sən 2 nəfərsən. Onlardan mıydı? Ne telefon var? Premium. Hangi kitapsız? Premium sağ. Bir günlük bir insanın yerinə keçsə, bu sinifdən kim olardı? Seçim haqqı yoxdur. Sinifdən bir nəfərin həmin günlük o adam bədəninə keçir. Şagirdlərdən bu kim olardı? Murat. Bax, premium. Bu da ən gözəl premium. Yox, şübhəli. Dəqiqə yox, saniyə verir. 10 saniyən var. Murat. Sən Murat'ı yerinə gözəl. Zəhranın. Zəhra yerinə gözəl. Alqışlayaq. Zəhra Həsən də saata gedər, mənə premium sağ qalmadı. Həsən Şahkar deyir. Premium qaldı. Ben sana yürüyorum gitmek Sonra təzədən atacaq. Kimlərə çatmasa təzədən atar. Hani ağlayayım. Ben yerim. Sən eləmə, sən ver mənə. Bir heyvan sahipləri dinozavr yoxsa Ejderha. Dinozavr. Həsən əjdaha dedi, almışlar.